xoş gördük. Mən artıq neçənci dəfədir Kaspi liseyindəyəm və hər dəfə uşaqlarla bir xoş bağlar qururuq, könlümüz xoş olur, onlarla müəyyən mətləbləri bölüşürük. Təbii ki, həm təhsillə bağlı, həm uşaqların yumşaq bacarıqları ilə bağlı, yaradıcı duyğuları ilə bağlı. Bugün də bir neçə hekayələri uşaqlarla müzakirə etdik, bölüşdük. Həyatla bağlı, təhsillə bağlı və ən əsası mən Həsən müəllimin verdiyi sualı cavablandırdım. Mən Kaspi liseyində oxuyan bir şagird olsaydım illər öncə nələrdən və necə faydalanardım və mən də hiss elədiyim duyğuları uşaqlarla bölüşdüm. Ümid edirəm ki, yaxşı bir nəticə oldu. Uşaqların yadında yaxşı bir informasiyalar qaldı, bilgilər qaldı. Nəticədə mən uşaqlardan öyrənmiş oldum, onlar da məndən və beləcə xoşbəxt olduq. Sağ olun.